bir nəfər indi ya bilərəkdən, ya bilməyərəkdən bir dənə iş görsün, bizim nəzərimizdə o səhv olsun, xəta olsun. Vay, dindən çıxardacaq onu, fasik, kafir, məl'un, bütün o nöqsanlı cəhənnəm əhlinin sifətlərini verəcək ona. Amma Allah demişdi, bir-birlərinə haqqı tövsiyə edərlər, bir-birlərinə səbri tövsiyə edərlər. Onda nicat taparsınız, onda xəsarətə uğramarsınız. Yəni, bir-birlərinə dəstək olarlar, bir-birlərinə kömək olarlar, bir-birlərinə ruh yüksəkliyi verərlər. Bu deməkdir, bir-birlərinə səbri tövsiyə eləmək. Yoxsa mən deyim sizə səbir, sən məndən səbir. Yox, bu yox. Bir-birlərinə səbri tövsiyə edərlər, yəni bir-birlərinə ruh yüksəkliyi verərlər. Da onu belə kəsməzlər onun bütün ruhiyyəsində. Yox, düzələn deyil. Bəlkə düzəldi, yox. Sən Allaha iman gətirməmsən. Sən imam zamanı gözləmirsən. Sən demirsən ki, mən dünya ədalətlə dolacaq. Ben nədir? Yox.